Salam xanımlar və cənablar, həmkarlar. Bu gün müzakirə olunası məsələlərə keçməzdən əvvəl aparatımızın rəhbəri Nino xanım Beridzeni dünənki yubileyi münasibətilə bu gün ürəkdən təbrik etmək istəyirəm. Təbrik edirik. Təcrübəsindən irəli gələrək göstərdiyi əməyinə, peşəkarlığına, uğurlu aparat rəhbəri olmasına görə ona təşəkkür edirəm. Gördüyü işlərə görə ona dərindən minnətdarlığımı bildirirəm. Nino xanım, sizi təbrik edirəm. Həmçinin həmkarımız Adil Qurbanov da bu gün doğum gününü qeyd edir. Onu da təbrik edə bilərik. Əhval-ruhiyyəmiz yaxşıdır, amma düzdür, bu gün cəmi 3 məsələni müzakirə edəcəyik. Xoş gün keçiririk. Hər bir əməkdaşın uğuru məni sevindirir, qürurlanıram. Eyni zamanda bu gün iclasımızda yeni üzvümüz Ramiz Hacıyev də ilk dəfə olaraq iştirak edir. Onu da təbrik edək. Yeni işində uğurlar arzulayaq. İndi isə məsələlərin müzakirəsinə başlayaq. Bir dəqiqə sakit olaq. Birinci müzakirəyə qoyulası məsələ Marneuli Bələdiyyə Sakrebolosunun Gürcü Arzusu fraksiyasının Demokratik Gürcüstan fraksiyasının sədrinin ərizəsinin müzakirəsidir. Cənab Elşən Həsənov bu barədə bizə açıqlama verəcək. Buyur cənab Elşən. Salam. Sakrebolonun Gürcü Arzusu Demokratik Gürcüstan fraksiyasının protokolu daxil oldu. Fraksiyanın sədr müavini olaraq Aleksandr Urumov seçilib. Uğurlar arzulayırıq. Xahiş edirik, nəzərə alasınız. Əlbəttə, məlumat kimi qəbul edirik, nəzərə alırıq. Biz də ona uğurlar arzulayırıq. Cənab eşi, çox sağ olun. İkinci müzakirə olunası məsələ isə Marneuli Bələdiyyəsinin meriyasının daxili audit xidmətinin nizamnaməsinin təsdiqlənməsindən bəhs edir. Bu barədə cənab Mamuka Şubitidze bizə açıqlama verəcək. Buyurun cənab Mamuka. Salam. Marneuli Bələdiyyəsinin meriyasının daxili audit xidmətinin nizamnaməsinin təsdiqlənməsi ilə bağlı Marneuli Bələdiyyəsi Sakrebolosunun 2026-cı il 30 iyun tarixli 17 nömrəli nizamnaməsində dəyişiklik edilməsi ilə bağlıdır. Xatırladım ki, sözü gedən dəyişiklik yalnız birinci əlavə ilə müəyyənləşən 5-ci maddəyə aiddir. 5-ci maddə audit və monitorinq şöbəsi kimi tərtib edilsin. Dəyişiklik yalnız budur. Cənab Amiran, xahiş edirəm. Sözü gedən məsələyi səs verməyə qoyun. Səs verilsin. Əlbəttə, sualı olan varmı? Yaxşı, buyurun. Kim əleyhinədir, əlini qaldıraraq fikrini təsdiqləsin. Əleyhinə olanlar varsa, buyursun. Təşəkkürlər. Cənab Mamuka, çox sağ olun. Buyurun, əyləşin. Üçüncü məsələ Marneuli Bələdiyyəsi Sakrebolosunun yanacaq və danışıq kartlarının limitinin tənzimlənməsi ilə bağlıdır. Mövzu haqda daha ətraflı cənab Zurab Conyaşvili bizə məlumat verəcək. Buyurun, cənab Zurab. Həmkarları salamlayıram. Marneuli Bələdiyyəsi Sakrebolosunun yanacaq və danışıq kartlarının limitinin təyin olunmasında dəyişiklik ediləcək. Marneuli Bələdiyyəsi Sakrebolosunun 2025-ci il 24 dekabr tarixli 62-ci nizamnaməsində əlavələr edilir. Fraksiyanın yeni seçilmiş müavini üçün yanacaq ilə danışıq limiti müəyyənləşməlidir. Bildiyiniz kimi bu limit yalnız bölünəcək. Şəxslərin sayı dəyişir. Bu isə artıq təsdiqlənən birinci mövzudan irəli gəlir. Biraz əvvəl Aleksandr Urumov fraksiyanın sədr müavini seçildi. Deyəcəyim bununla bağlı idi.
Cənab Amiran, buyurun, sözü gedən məsələni səs verməyə qoyun. Əlbəttə, aydındır. Buyurun, kim leyhinədir? Kim əleyhinədir? Çox sağ olun. Gəldiyiniz üçün təşəkkür edirəm. Əlbəttə, bir daha təkrarlamaq istəyirəm. Sabah Sarvan Oba bayramı keçirilir. Merin təşəbbüsü ilə təşkil olunur. Hər birinizi dəvət edirik. Biz rəhbər şəxslər də mütləq orada iştirak edəcəyik. Ayın 3-də, birinci gün isə əhəmiyyətli tədbirimiz var. Marneuli Mədəniyyət Mərkəzində saat 12-də uzun müddətli infrastruktur layihələrin müzakirəsi baş tutacaq. Çox maraqlı tədbir olacaq. Maraqlanan şəxslər iştirak edə bilərlər. Hər kəsdən xahiş edirəm. Belə əhəmiyyətli görüşlərdə mütləq iştirak etməlisiniz. Sakrebulo üzvləri olaraq uzun müddətli strategiya barədə məlumatlı olmalıyıq. Ola bilsin, suallarınız yaranar, fikir irəli sürərsiniz. Ona görə də bu prosesə hər birimiz qatılmalıyıq. Aydındır, çox sağ olun. Gələn görüşlərədək. Bugün Marneuli Bələdiyyəsi Sakrebolosunun 9-cu iclası baş tutdu. İclasda gün planı ilə nəzərdə tutulan 3 məsələ müzakirəyə qoyuldu. Gürcü Arzusu Demokratik Gürcüstan fraksiyasının Marneuli Bələdiyyəsi Sakrebolosunun fraksiyasının ərizəsi müzakirəyə qoyuldu. Fraksiyanın iclası keçirildi. Fraksiyanın sədr müavini kimi Sakrebulonun üzvü Aleksandr Urumov seçildi. Bu isə bugün Sakrebuloya məlumat kimi çatdırıldı. Eyni zamanda Sakrebulonun limitlərinin müəyyənləşdirilməsi məsələsinə toxunuldu. Dəyişikliyin səbəbkarı isə sözü gedən şəxsin Aleksandr Urumovun artıq fraksiyanın sədr müavini kimi seçilməsidir. Onun yanacaq və danışıq limiti müəyyənləşməli idi. Məsələlərdən biri də meriya tərəfindən daxil olan ərizənin müzakirəsi oldu. Layihələr dəyişiklik tələb edirdi. Audit xidmətinin nizamnaməsində əlavələr oldu. Şöbə daha audit və monitorinq şöbəsi adlanacaq. Layihədə edilən dəyişikliklər əsasən bunlar idi. Hər məsələ yekunda müsbət dəyərləndirildi. Aleksandr Urumovladək sədr müavini kim idi? Vano Burnadze idi. Burnadze komissiyanın sədri vəzifəsinə keçdi. Buradan irəli gələrək Aleksandr Urumov müavin vəzifəsini tutdu. Nino, Sarvan Oba bayramı barədə də çağırış edə bilərsənmi? İclas başlayanadək Sakrebulonun sədri cənab Amiran Georgadze Sakrebulonun üzvlərinə məlumat verdi ki, cari il avqustun 1-dən ənənəvi Sarvan Oba bayramı keçiriləcək. Sakrebulonun hər bir üzvünü şənliyə dəvət etdi. Həmçinin o, qeyd etdi ki, cari ilin avqustun 3-də saat 12-də Mədəniyyət evində Marneuli Bələdiyyəsinin uzun müddətli strateji planının müzakirəsi baş tutacaq. Bu tədbir hər bir dövlət məmuru, Sakrebulu üzvü və vətəndaşlar üçün mühüm tədbirdir. Buradan irəli gələrək onlara bu barədə cənab Amiran məlumat verdi. Bir sualım var. Bənzər sənədlərin müzakirəsi zamanı vətəndaşların fəallığı nə dərəcədə vacibdir? İstənilən məsələdə vətəndaşın fəallığı önəmlidir. Bu həm Sakrebulu iclasları, qərarların qəbulu, aktivitələrdə fəal olmaq, yerli özünü idarə etmə ona görə yaranıb ki, o vətəndaşlarla birlikdə mövcud problemləri birlikdə həll etsin. Büdcənin təsdiqi və digər məsələlərdə də vətəndaşlar mütləq fəal olmalıdırlar.
Marneuli bələdiyyəsi Sakrebulosunun danışıq və yanacaq limitinin müəyyənləşməsi barədə qaydada dəyişiklik edildi. Marneuli bələdiyyə Sakrebulosunun 2025-ci il 24 dekabr tarixli 62 nömrəli nizamnaməsində dəyişiklik edildi. Bu isə fraksiya sədrinin yeni seçilmiş müavini üçün yanacaq və danışıq limitlərinin müəyyənləşməsi ilə bağlı idi. Dəyişiklik məbləğlərlə əlaqədar deyil, sadəcə fiziki şəxs dəyişir. O, fraksiyanın sədr müavini seçildi. Bildiyiniz kimi, Teona Parciani Sakrebulo üzvü idi. O, Marneuli bələdiyyə merinin müavini təyin olundu. Bu dəyişiklik Sakrebulo nizamnaməsində dəyişikliyə səbəb oldu. Bildiyiniz kimi, Vano Burnadze fraksiyanın sədr müavini idi. Amma əvvəlki iclasda cənab Vano Burnadze Sosial Məsələlər Komissiyasının sədri seçildi. Onun yerinə fraksiyanın sədr müavini vəzifəsinə Aleksandr Urumov seçildi.